İzə səmiyyətə racul yəqulu fulən nəsibi. Əgər görsən ki, bir kişi deyir ki, nasibidir, filan kəs nasibidir. Yəni, nasibi nədir? Nasibi əhl-i beyti sevməyən. Nasibilər. Belə firqə, belə bir laf, firqə, belə bir fikir sahibləri olublarsa, onlar yoxdur bu saat. Yoxdur. Bəlkə də olmayıb. Sadəcə, şeyx nə deyir? Əgər filan kimsə desə ki, filan kəs nasibidir, şeyx deyir ki, fələm ənəhu rafidir. Bilginən ki, bunun belə deməyi dəlildir ki, bu rafizidir. Çünki rafizilər nasibi deyir. Və siz də bilirsiniz də, rafizlər bizə nasibilər deyirlər. Nasibilər, yəni Əhl-i Beytin düşmənləri, Əhl-i Beyti sevməyənlər. Baxmayaraq biz deyirik, qardaş, biz Əhl-i Beyti sevirik. Deyir, biz bilirik, ancaq bu sevgi deyil. Biz belə sevgini saymadıq, siz nasibisiz. Sevgi odur ki, demək ki, 12-dir və salam, o komandanı qeyd eləmək. Sonra sevgi odur ki, demək ki, onlar peyğəmbərlərdən üstündür. Sevgi o deməkdir ki, peyğəmbər ailəsini təhqir eləmək, Əhl-i Beyti sevmək o deməkdir. Sevgi o deməkdir ki, peyğəmbərin yaxın dostlarının, qaynatasının, bütün qohumun, hər şeyin, dostların, hamısını kafir görməkdir. Amma sevgi budur, Əhl-i Beyti sevgisi budur. Onlar elə yanaşırlar. Ona görə biz deyirik, qardaş, biz Əhl-i Beyti sevirik. Necə biz nasib ola bilərik? Bizə görə siz Əhl-i Beyti təhqirləyirsiniz. Çünki bizə görə Peyğəmbər sallallahu aleyhi ve sellem zövcələri nədir? Əhl-i Beytdir. Siz təhqirləyirsiniz Əhl-i Beyti. Bizə görə siz Əhl-i Beyti təhqirləyirsiniz. Hələm qalaq siz nə danışırsınız? 14 ayədir Nur surəsində, təxminən 14 ayədir. Allah subhanətə alə Ayşə radiyallahu anh təmiz olması barədə danışır. Təmiz olması barədə. Lakin o ayəyə fikir verməyib. Yenə o sözü demək zındıqlıqdır, başqa şey yox.